nüvə müharibəsinin qalibi olmur və bu səbəbdən Rusiyanın uzun müddətli davam edən təhdidləri daha çox siyasi manipulyasiya məqsədi daşıyır. Politoloq Natiq Miri bunu Today Press TV-yə danışarkən deyib. Onun sözlərinə görə Rusiyanın malik olduğu nüvə silahları Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransa kimi ölkələrdə də mövcuddur. Belə olan halda nüvə silahı ilə bağlı təhdidlər əslində Rusiya üçün ciddi risklər doğurur. Stat: Şüşə qabda oturanlar ona buna daş atmamalıdır. Çünki cavab reaksiyası qaçınılmazdır. Rusiya nüvə silahından yalnız təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Lakin artıq bu cür hədələrə inanan qalmayıb. Bununla yanaşı Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump hakimiyyətə gəldikdən sonra Rusiyanın sərgilədiyi aqressivlik qərb dövlətlərinin daha sərt mövqe tutmağa vadar edir. Bu kontekstdə Almaniyanın yeni kansleri Merzin qətiyyətli addımlar atması, Ukraynaya nüvə silahından istifadəyə icazə verməsi başa düşüləndi. Almaniyanın uzaq mənzilli strateji silahları Ukraynaya verməyə hazırlaşması, xüsusilə də Taurus raketlərinin gündəmə gəlməsi Rusiyanın geri çəkilməsinə təzyiq göstərəcək. Statın sonu. Ekspert xatırladıb ki, sabiq kansler Olaf Scholz bu silahların verilməsinə qarşı olub. Çünki o inanıb ki, bu münasibətləri daha da gərginləşdirəcək. Amma artıq Ukrayna şəhərləri hər gün yüzlərlə ballistik və qanadlı raketlərlə, dronlarla dağıdılır. Vəziyyətin bundan o tərəfi yoxdur. Qorxacaq bir şey də qalmayıb deyə politoloq vurğulayıb. Natiq Miri'nin fikrincə Rusiyanın arxa cəbhəsində özünü güvənli hiss etdiyi bölgələrdəki hərbi və strateji obyektlər hədəfə çevrilmədən Moskva sülh masasına oturmayacaq. Rusiya hazırda manipulyasiya yolu ilə sülhpərvər imic yaratmağa çalışır. Amma başda Trump olmaqla hər kəs anlayır ki, bu yalnız bir oyun və şoudur. Stat: Hər hansı bir nüvə müharibəsinin olmasını gözləmirəm. Bu bir tərəfli müharibə deyil və qalibi də yoxdur. Belə bir riskin altına heç bir dövlət başçısı girməz. Ona görə də mən nüvə müharibəsini ehtimal etmirəm. Statın sonu. Qeyd edək ki, Almaniya kansleri Friedrich Merzin açıqlamasına görə Almaniya, Amerika Birləşmiş Ştatları, Fransa və Böyük Britaniya Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri qaldırıb. Həmçinin rəsmi Berlin artıq Ukraynaya verilən uzaq mənzilli silahların məhdudlaşdırmadığını da diqqətə çatdırıb. Almaniyanın Ukraynaya nüvə silahlarını və Taurus raketlərini istifadəyə icazə verməsi isə Rusiya tərəfində ciddi narahatlığa səbəb olub. Töhfə Səməd, Türkan İskəndərli, Today Press TV.